Ermənistanda din və millət adından özünü sığortalama, çətir düzəltmə, onlara sığınaraq saxtakarlıq etmək son zamanlar güclənib. Baş nazir Nikol Paşinyanla kilsə qarşıdurması ümumerməni katolikosu Ulqariginin ifşası bu etnik qrupun mənəvi liderinin vəziyyətini, din dəllallarının mahiyyətini ölkə cəmiyyətinə çatdırdı. Məlum oldu ki, kilsə indiyədək heç vaxt Allah, dinə deyil, öz ehtirasına, nəfsinə qulluq edib. Ötən gün kilsəni himayə, müdafiə edən Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyanın saxlanıldığına dair məlumat yayılıb. Taşirk-in rəhbəri qardaşı Karenlə birlikdə güc strukturlarının əməkdaşları tərəfindən İrəvandakı evlərindən aparılıb. Onların Milli Təhlükəsizlik Xidmətinə deyil, Ermənistan Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinə 6 şöbə aparıldıqları da məlum olub. Bir gün əvvəl isə həmin evdə axtarışlar keçirilib. O saxlanılan zaman deyib, xalq öz sözünü deyəcək. Tüpürüm elektrik şəbəkəsinə. Mən xalqı və kilsəni dəstəkləyirəm.